Şəms suresi Məkkədə nazil olmuşdur. 15 ayət. And olsun günəşə və onun işığına, günəşin qalxdığı vaxta. And olsun günəşin ardınca çıxan aya. And olsun onu, günəşi parlaq edən gündüzə. And olsun onu, günəşi örtən gecəyə. And olsun göyə və onu yaradana. And olsun yerə və onu döşəyənə. And olsun nəfsə və onu yaradana, ona biçim verənə. Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə ki, nəfsini günahlardan təmizləyən mütləq nicat tapacaqdır. Onu günaha batıran isə əlbəttə ziyana uğrayacaqdır. Səmud qövmü azğınlığı üzündən Salih Peyğəmbəri təksib etmişdir. Onların ən rəzili, Allahın bir möcüzəsi olaraq qayanın içindən çıxartdığı dəvəni öldürməyə qalxdığı zaman, Allahın Peyğəmbəri onlara belə demişdi: Allahın bu dişi maya dəvəsinə toxunmayın, onun su içməsinə mane olmayın. Lakin onlar Salihi yalançı saydılar və onu, dəvəni tutub kəsdilər. Rəbbi də bu günahlarına görə onların kökünü kəsib yerlə yeksən etdi. Allah bu işin aqibətindən qorxmaz. Allah Səmud qövmünə cəza vermək istəmirdi. Onlar öz cinayətkar əməlləri ilə bu cəzaya layiq oldular. Allah dünyadakı padişahlar, hökmdarlar kimi bu və ya digər əməlinə görə qorxan deyildir. Çünki o etdiyi hər hansı əməl barəsində sorğu-sual olunmaz. Allah mütləq ədalət sahibidir.